Salam, hər vaxtınız xeyirli olsun. Bugün Milli Fikir və İnkişaf İctimai Birliyinin milli mədəniyyətimizin təbliğində əl əməyi yaradıcılığının rolu və inkişafı maarifləndirmə kampaniyasının təhkili çərçivəsində növbəti verilişimizə baxırsınız. Verilişimizin qonağı Azərbaycan Rəssamlar İttifaqının üzvü, heykəltaraş Cümşüd İbrahimlidir. Cümşüd müəllim, əvvəla xoş gəlmisiniz. Sağ olun. Əl əməyi ümumiyyətlə qədim tarixə malikdir və düşünülür ki, heykəltaraşlıq, belə deyək, bu qədimliyi özündə qoruyub saxlayır. Ümumiyyətlə, heykəltaraşlığın istərdik ki, müəyyən qədər tarixindən danışasınız və elə bu arada biraz da özünüz haqqında məlumat verəsiniz. Gözəl sualdır. Həqiqətən də ümumiyyətlə əl əməyinin, üstəlik də bunun incəsənət sahəsində tarixə nəzər salsaq, heykəltaraşlığı üzrə mən deyərdim ki, həqiqətdir bu, hamı bilir, uca yaradan Allah Adəmi palçıqdan yaratdı, ona can verdi. Heykəltaraşlığın tarixinə qaydanda əlbəttə ki, gördüyünüz kimi Allah Teala Adəmi palçıqdan yaratdı. Deməli, ilk heykəltaraş Allah Taala'nın özüdür. Və ilk heykəldə Adəm oldu, belə deyək. Və heykəli yaranandan sonra ona ruh verdi, öz ruhundan ruh verdi, canlandı. Heykəltaraşlığın növbəti mərhələləri necə inkişaf elədi, bu günə gəlib çıxdı? Heykəltaraşlığın gözəl xüsusiyyəti odur ki, bu yazıçıların əllə yazıb kağızdan əlmünəyənə belə bu ən uzun ömürlü material olan daşdan, dəmirdən, nə bilim müəyyən sümükdən heykəl yaradırlar. O da uzun müddət qala bilir ki, gələcək nəsillərə gözəl məlumat verir keçmişindən. O ki, qaldı bu günə. Azərbaycanda ümumiyyətlə heykəltaraşlıq sənəti təxminən 20-ci illərdən sonra burada Rus, başqa millətlərin nümayəndələri olub, işləyiblər, yaradıblar və tələbələr yetişdiriblər. Əzim Zaid adında məktəb olub, o məktəbdə heykəltaraşlıq fakültəsində müəllimlər, şagirdlər hazırlayıblar. Artıq böyük bir heykəltaraşlıq ordusu yaranıb. Dediyim kimi, əsas mahiyyəti vaxtının, devrinin, ümumiyyətlə, keçmişin, gələcəyi haqqında da əsərlər yarada bilir. Onun fikri uzun ömürlü materiallarda, daşda, dəmirdə, bronzada neysə qoyulur. O da yaşları şəhər meydanında, küçəsində, bağlarında xalqın mədəniyyətinin inkişafı üçün, zövqünün inkişafı üçün təsiri olur. Bu vacibdir. O ki, qaldı son vaxtlar düzü şəhərdə qoyulacaq heykəllər əslində müsabiqə yolundan olmalıdır. Mən elə ilk Tiflisdə
qızarıb gəlmişdim, özüm Borçalıyam, Gürcistandan gəlmişəm. Oranın akademiyasını qızarmışam. Sonra gəlib burada 2 aspiranturaya qəbul olmuşam. Biri yəni nə bilim iştirak eləmişəm. Müsabiqələrdə haqsızlıqlar da görmüşəm. 1-2 kərə də mən qalib gəlmişəm ümumiyyətlə. O da müəyyən şərtlərlə olub, uzun söhbəti var. O ki, qaldı şəhərin bəzənməsi üçün memarlıqla birlikdə sintez yaradılması çox mühüm amildir. Burada siyasi proqramlar da və əsasən də millətin keçmişini, gələcəyini nəzərə alıb böyük monumental heykəllər yaranmaq lazımdır ki, bu sahədə hələ ki susqunluq var. Susqunluq var. Məsəl üçün, Azərbaycan artıq öz azadlığını və müstəqilliyini tapıb, hələ də istiqlaliyyət abidəsi olmayıb. İstiqlaliyyət deyəndə birinci Azərbaycanımızın, ikincisi də belə dərindən fikirləşsək bir milli yaradıcı ziyalı kimi bizim yarımız İrandadır. 40-50 milyonluq, 10 milyonu buradadır. Bizim əsl istiqlaliyyət onda olacaq ki, inşallah bizim millət şimallı, cənublu birləşsin. Həmən birləşəndən sonra bu istiqlaliyyət, tam istiqlaliyyət, azadlıq, sərbəstlik onda olacaq. Və bunun da mən rəmzini tapmışdım. İlahi bir qüvvə ilə elə bir şey var ki, tapdım. Maqnitlərin bir-birinə yapışması. Şimal-cənub. Bu bizim milli gələcəyimizin birliyinin əsl rəmzi budur. Yenə deyirəm, Allah tərəfindən o var, şimal-cənub bir-birinə yapışmalıdır. Bir-birinə çəkil, cəzb eləyir. Bunu incəsənətdə, heykəldə verən olmuyor. Mən eləmişəm onu 90-cı illərdə. Hətta ondan da əvvəl, mən yeni gələndə 70-ci illərdə Azneftdə Xalqlar Dostluğu abidəsi olmalı idi. Onda mən o üzərində işləyəndə o müsabiqə də baş tutmamışdı. Amma mən bu fikri tapmışdım ki, ən gözəl dostluğun rəmzi iki o şəkilli maqnitlərin yapışması bir-birinə. Elə olmasın, elə adicə çubuq şəklində də olur. Şimal-cənub, əgər tərsinə qoysan, özü gəlib tapır. Özü yapışır, şimal-cənub. Tamamlanır yəni. Tamamlayır. İki qütbün barışmasıyla dostluq olacaq. Dünyanı cənnət məkana çevirmək üçün iki düşmən siyasi tamam xeyirlə şərin yapışmasına, bir-birindən dostluğundan başlayır. Nə qədər xeyir, şər ayrıdır, dava da var, narazılıq da var, mübarizə də var, nə var. Milli kimliyimizin formalaşmasında heykəltaraşlığın rolundan danışarsınız. Heykəltaraşın rolu sözsüz ki, sadəcə olaraq tarixə nəzər salınır. Tarix əsasında da müəyyən hadisələri heykələ çevrilmək olur. Onu müəllifin özünün, necə deyərlər, düşüncəsindən çatdıra bilirsə də verir, olur. Hansı ki, tariximizin müəyyən bir hissəsini real şəkildə inandırır, çatdırır. Amma bunu daha da genişləndirmək olar. Bu, üzr istəyirəm, adi şüar deyil ki, 3 günlük, 5 günlük olsun, sonradan götürsünlər, atsınlar bayıra. Nə vaxtsa da onu
bir də istifadə eləsinlər. Heykəl abidə əbədi olmalıdır. Yoxsa bir gün qoyulub 5 ildən, 10 ildən sonra, 50 ildən sonra götürüləcəksə də onun mənası itir. Çünki əvvəllər emalatxanalar olurdu, manufakturalar olurdu, müəyyən belə yerdə heykəltaraşlar üçün müəyyən yerlər olurdu. İndi də var. Hətta sizin də müəyyən qədər emalatxananız var bildiyim qədərilə. Ümumiyyətlə bugün ustad-şagird münasibətləri necə? Yəni davam etdirilirmi? Məsələn, tutaq ki, bir məktəb yaradılırdı əvvəl, həmin məktəbin davamçıları olurdu. Bugün necədir? Yəni gənclərin marağı varmı heykəltaraş olmağa? Yox, əvvəla şükür Allaha artıq əvvəllər təxminən bir yeri gəlməsini 25 illiyi qeyd olunacaq Azərbaycanda yaranan Rəssamlıq Akademiyasının o 25 ildir artıq öz yetirmələrini çatdırıb xalqa, onlar fəaliyyət göstərirlər, o da davam eləyəcək. Amma əvvəllər olub texnikum şəklində, yəni uçilişə, o da var paralel olaraq. Amma var. Orada da müəllimlər var. Müəllimdən də çox şey asılıdır əlbəttə. Müəllim ki, öz biliyini bütün var gücünlə, səmimiyyətinlə tələbəyə vermirsə, nə deyim, başa düşə bilməm. Bəs belə məsələn məktəb olmadı, məsələn gəlib sizin yanınızda kimsə heykəltaraş öyrənsin. O ayrı məsələ. Belə bir şey varmı ümumiyyətlə bu gün? Olur, amma məndə yox. Mənim xasiyyətim biraz tündür, biraz əsəbiyəm, dözə bilmirəm, işlərim də çoxdur, ora-bura qaçıram, problemlərim var ona görə. Amma var adamlar ki, yanında şagird də saxlayırlar, onu hazırlayıb akademiyada təqdim eləyirlər. Müqabət imtahanına hazırlaşdırırlar. Bəli, eləyirlər. Var adamlar. Ümumiyyətlə, Azərbaycanda kimləri tanınmış heykəltaraş hesab edirsiniz və həmin şəxslərin xüsusiyyətləri digərlərindən fərqli nədir? Yəni, onları tanınmış edən nələrdir? Əvvəla məşhur deyəndə ki, Siz əməllərinə görə, işlərinə görə məşhur deyək. Tanınmış heykəltaraşlar hamısı var. Bizim klassiklərdir. Elə belə deyək, bir dəqiqə. Əvvəl dediyim kimi, başqa millətlərin nümayəndəsi Çinayski idi, Sapsay idi, kimlər idi, Kerzə və s. Amma sonradan bizimki Cəlal Qaryağdı, Fuad Əbdurrahmanov, sonradan da başqa yeni nəsil artıq Tokoy Məmmədov, Ömər Eldarov, indi də bu yaxınlara qədər akademiyanı o yaratdı. Onun təsisliyi ilə, yəni zəhmətinlə yarandı və artıq 25 ildir fəaliyyət göstərir. Bu cavanlar da var, hamısı adlar, sanlar da alıblar, əməkdar, xalq rəssamı və s. Mən cavan vaxtlarında 35 il bundan qabaq Koroğlu heykəlini biz gözləyirdik Bakıda qoyulmağına və o zaman SSR devri idi müəyyən mənada. 5 illik planlar var idi. Mədəniyyət Nazirliyinin 5 illik planında 80-85-ci il arasında 5 dənə abidə olmalı idi, o cümlədən Koroğlu. Koroğluya da mən Borçalıda Aşıqlar Məktəbi var oranın, Borçalı Aşıq Məktəbi. Həmişə toylarda, şadlıqlarda, şənliklərdə dastanlar, o cümlədən Koroğlu dastanını belə sevərək qulaq asırıq hamı. Onunla böyümüşük, onunla tərbiyə almışıq. Elə mənim Tiflisdə Akademiyada birinci kurs işim Koroğlu olmuşdu. Gəldim, burada düşdüm, o Koroğlunu işlədim. Çoxları baxdı, bəyəndi, kimlər gəlmədi. Respublikanın adlı sanlı ziyalılarından Bəxtiyar Vahabzadə, İsmail Işıqlı, rəhmətlər və başqaları. Alimlərdən də, nəlim kimlərdən çoxu bu qəzetdə çıxdı, televiziyada göstərdilər. 85-ci ildə Üzeyir bəyin 100 illik yubileyində sərgi zalında həmən Koroğluya əsr olunmuş operanı yazmış görkəmli
əsər dünya üzrə onun üvertürəsindən olunmaz başqası. Elə bir əsərin müəllifi Üzeyir bəyin yüzlüyündə o heykəli qoydular, layihəni qoydular. Cümşüd müəllim, ümumiyyətlə heykəllərin hazırlanmasında hansı materiallardan istifadə olunur və həmin materiallar bizim milli mədəni irsimizə nə qədər yaxındır? Əvvəla, yenə deyirəm, heykəl belə şeydir ki, biraz ağır zəhmətlə yaranır. Öz aramızda bu rəngkarlıq deyil ki, fırça ilə, rəngi, sürtüylə, nəvrimlərlə gec-tez alınır. Burada onu ilkinə balaca eskizini yaradırsan bir abidə qoymaq üçün. Onu böyüdürsən, dəfələrlə böyüdürsən. Hər dəfə böyütdükcə onu bütün nəzərdən keçirib, üzr istəyirəm, o yeni il yolkası kimi bəzəmək yox. Əksinə artıq şeylərin hamısını atıb sırf məğzını tutmaq ki, az sözlə çox şey demək. Biz hansı materialdan istifadə olunur orada? Material da bizdə ən çox sadə cipsdir, müvəqqəti. Yəni bir müddət gedir, bayıra qoymaq olmur, su altında yağış, hava nəlim təsir eləyir. O ki, qaldı onu, indi kimyəvi maddələr var, poliester nəlimlə, onu da eləyirlər, yaxşıdır. Həm yüngül, həm sudan qorxmur, intihası bir temperaturdan qorxa bilər müəyyən mənada, deformasiya verər. O ki, qaldı daş və bronza. Bizim şükür Allaha Bakıda bürüncə tökmə seximiz var. Rəssamlar İttifaqının istehsalat yaradıcılıq kombinatında. Hətta xaricdən bizə sifariş gəlir. Yadımdadır, Orta Asiya respublikalarından, İranın özündən nə qədər işlər hazırlandı, göndərildi. İndi bizim özümüzün işçilərimiz indi işsiz qalıblar, sifariş yoxdur, abidələr qoyulmur. Bir sual da verin, bu heykəltaraş öz sosial rifahın necə iqtisadi gəliri əldə edə bilirmi bu sahələ məşğul olsa? Yox. Şəxsən özümü deyim, yenə deyirəm. Mənim elə təqaüddəyəm və pensiya və heç bir savqazım da yoxdur. 35 il mən heç bir dövlət sifarişi görməmişəm. Mən də özümə sığışdırmıram ki, xaltura qəbrüstü işliyimlə tanışların, şöhrətli adamların eləyirəm, mən çox zamanda pulsuz. Bax, beləcənə hələ ki dözürəm. Mənim vəziyyətim gərgindir, emalatxana nə gündədir və ümid eləyirəm ki, bu işə görə... Maraldır, bu əslində heykəltaraşa çətin bir sahədir. Çətin sahədir. Bəs xanımlar necə, qadınlar bu sahələ məşğul olurmu? Təklifləri var, bəli, olub. Əvvəllər də olub, indi yenə də olub. Ümumiyyətlə, dövlət heykəltaraşlığının inkişafı üçün hansısa bir dəstək mexanizmi təqdim eləyirmi? Eləyir deyəndə ki, yenə deyirəm, əlbəttə, bax, dövlətin bu vaxtda Mədəniyyət Nazirliyinin daha doğrusu ona aiddir, onun proqramı olmalıdır. O proqram açılıb xalqa çatdırılmalıdır. Xalq deyəndə, xalq da bilməlidir, sənətkarların özləri də. Əvvəllər Sovet vaxtında Rəssamlar İttifaqının foyesində görüləcək hansı sərgilərin olacağı haqqında elanlar var idi. Kim hansında iştirak etmək istəyirdi, ona hazırlaşırdı. Hazır bilir ki, filan günü bu sərgi olacaq və ya bu müsabiqə olacaq. Belə olmalıdır. İndi öyle şey yoxdur. Yoxdur, hamısı gizlin, patpolna. Belə olmur. Belə olmur. Ümumiyyətlə, gənclər arasında bu sahəni populyarlaşdırmaq üçün, maraq artırmaq üçün nələr etmək lazımdır? Birinci, dövlətin özü əlbəttə ki, Mədəniyyət Nazirliyinin iştirakından ki, şərait yarasınlar. Əvvəla, tez-tez, lap elə monumental olmasın, xırda işlər üçündə. Xırda deyəndə ki, çox da böyük olmayan, niyə bizim o qədər parklarımız, bağlarımız, nələrimiz var və yaxud tanınmış şəxsiyyətlərimiz var. Onları sürətlərini muzeydə əbədiləşdirmək üçün sifariş versinlər. O heykəllər də, büstlər də orada qoyulsun. Beləliklə, millətin aparıcı qüvvəsi olan yaradıcı ziyalılarının, keçmiş dünyasını dəyişmişlərin heykəlləri orada olsun.
Heç olmazsa portretləri olsun orada, büstləri olsun. Çox təşəkkür edirəm Cümşüd müəllim, gəldiniz, maraqlı söhbətinizlə efrimizə rəng qatdınız. Sağ olun, siz də var olun, dəvət elədiniz, minnətdaram. Amma yenə də problemlər hələ də belə qalır. İndi qoy eşitsinlər, bilsinlər ki, var bu problemlər. Aidiyyəti təşkilatlar. Hörmətli tamaşaçılar, daha bir verilişimizin sonuna gəldik. Verilişimizin qonağı heykəltaraş Cümşüd İbrahimli idi. Cümşüd müəllimlə heykəltaraşın tarixindən, bugünkü durumundan, ümumiyyətlə bu sahəyə olan maraqdan və digər məsələlərdən söz açdıq. Növbəti verilişlərimizdə görüşmək ümidi ilə.